Sentyabr 1994-cü il. Bakının mərkəzində, prezident aparatının zirzəmisində bir qovluq tapılır ki, onun mövcudluğu heç ən yüksək rütbəli təhlükəsizlik sabitlərinə belə məlum deyildi. Qovluğun üzərində qırmızı möhür. Xüsusi əhəmiyyətli, yalnız birinci şəxs üçün. İçərisində 3 sənəd var. Hər biri ayrı-ayrı xarici kəşfiyyat xidmətlərindən gələn məxfi hesabatlar. Birinci sənəd Moskvanın GRU-sundan, ikincisi Tehran İnformasiya Nazirliyindən, üçüncüsü isə adı çəkilməyən bir qərb agentliyindən. 3 fərqli mənbə, lakin hamısında eyni mesaj. Əgər Heydər Əliyev sentyabrın 26-sında o müqaviləni imzalasa, Bakıda qan axacaq. Bu sənədlərdə konkret tarixlər, konkret planlar, hətta konkret şəxslərin adları var idi. Amma ən qorxunc hissə bu deyildi. Ən qorxunc hissə sənədlərin sonunda olan qeyd idi. Likvidasiya əməliyyatı üçün hazırlıq başa çatıb. Gözləyirik. Kim bu əmri verdi? Hansı güc Azərbaycanın müstəqilliyini bu qədər təhlükəli hesab edirdi? Və ən əsası, Heydər Əliyev bu sənədlər oxuyanda nə hiss etdi? O bilirdi ki, bir neçə gündən sonra dünyanın ən böyük neft şirkətlərinin rəhbərləri Bakıya gələcək. Bilirdi ki, o imza Azərbaycanı yeni bir dövrdə aparacaq. Amma həm də bilirdi ki, o imza onun ölüm hökmü ola bilər. Bəs niyə davam etdi? Niyə geri çəkilmədi? Bu sualların cavabı o qovluqda yox, daha dərin bir yerdə gizlənir. Heydər Əliyevin özünün qərarında, onun siyasi şahmat oyununda, onun ölkəsini xilas etmək üçün öz həyatını riskə atmaq qərarında. 1994-cü ilin yazı və yayı Azərbaycan üçün fəlakət dövrü idi. Ölkə iqtisadi böhran içində boğulurdu. İnflyasiya hər gün yüzlərlə faiz artırdı. İnsanlar çörək növbələrində saatlarla gözləyirdilər. Amma ən böyük problem iqtisadiyyat deyildi. Ən böyük problem hakimiyyətin zəifliyi idi. Hər gün yeni bir çevrilişdən, yeni bir sui-qəsddən xəbərlər gəlirdi. Xarici kəşfiyyat orqanları Bakını açıq hədəf kimi görürdülər. Rusiya öz neft şirkətlərini Xəzərə gətirmək istəyirdi. İran isə Azərbaycanın qərbə yaxınlaşmasından narahat idi. Bu iki qüvvə arasında Azərbaycan əzilməkdə idi. Heydər Əliyev hakimiyyətə qaydanda vəziyyət kritik nöqtəyə çatmışdı. O bilirdi ki, ölkəni xilas etməyin yeganə yolu böyük bir iqtisadi addım atmaqdı. Elə bir addım ki, Azərbaycanı beynəlxalq arenada əvəzsiz etsin. Və bu addım əsrin müqaviləsi idi. Amma bu müqavilə sadəcə neft haqqında deyildi. Bu müqavilə Azərbaycanın geosiyasi mövqeyi haqqındaydı. Bu müqavilə Moskvanın və Tehranın nüfuz dairəsindən çıxmaq haqqındaydı. Və məhz buna görə də bu müqavilə ölümcül təhlükəli idi. Heydər Əliyevin ətrafındakı adamlar ona deyirdilər, gözləyin, tələsməyin, vəziyyət sabitləşsin. Amma o bilirdi ki, gözləmək vaxt itirmək deməkdir. Hər keçən gün Azərbaycan daha da zəifləyirdi. Hər keçən gün xarici güclər daha da cəsarətlənirdilər. Və məhz o zaman, iyulun əvvəllərində bir gizli görüş baş verdi. Elə bir görüş ki, onun haqqında heç bir rəsmi protokol yoxdur. Heç bir qeyd aparılmayıb, heç bir şahid çıxıb danışmayıb. Amma bu görüş hər şeyi dəyişdi. İyulun 12-si 1994-cü il, gecə saat 3:15. Heydər Əliyevin iqamətgahına qara Volqa maşını daxil olur. Maşından 2 nəfər düşür. Biri yerli təhlükəsizlik xidmətinin yüksək rütbəli zabiti, digəri isə xarici şəxs. Xarici şəxsin kimliyini heç kim bilmir, çünki o, diplomatik pasporta daxil olub və heç bir rəsmi qeydiyyatdan keçməyib. Görüş 1 saat davam edir. Heç bir tərcüməçi yoxdur, yalnız 3 nəfər. Heydər Əliyev, təhlükəsizlik zabiti və o, sirli qonaq. Görüşdən sonra Heydər Əliyev kabinetindən çıxanda üzü solğun idi. Şahidlər deyirlər ki, o dərhal öz yaxın məsləhətçilərini çağırdı və onlara bir cümlə dedi. Vaxt qalmayıb, müqaviləni sentyabrda imzalamalıyıq. Məsləhətçilər şoka düşdülər. Sentyabr çox tez idi. Hazırlıq işləri hələ başa çatmamışdı. Beynəlxalq danışıqlar hələ davam edirdi. Amma Heydər Əliyev qəti idi. O gecə görüşdə nə baş verdi? O xarici qonaq kimdir? Rusiyanın GRU agenti, İranın kəşfiyyat zabiti, yoxsa Qərbin gizli emisarı? Və ən əsası, o Heydər Əliyevə hansı məlumatı verdi ki, Azərbaycanın lideri belə təcili qərar qəbul etdi? Bəzi mənbələr deyir ki, o qonaq
Heydər Əliyevə 3 sui-qəsd planı haqqında məlumat verdi. 3 fərqli qrup, 3 fərqli ssenari, amma hamısının məqsədi eyni idi. Heydər Əliyevi hakimiyyətdən uzaqlaşdırmaq və ya onu fiziki cəhətdən məhv etmək. Digər mənbələr isə deyir ki, o qonaq Heydər Əliyevə daha qorxunc bir şey söylədi. Rusiyanın və İranın Azərbaycanda birgə əməliyyat planlaşdırdığını, bu əməliyyatın məqsədinin isə ölkəni yenidən qeyri-sabit vəziyyətə salmaq və əsrin müqaviləsini pozmaq olduğunu. Hansı versiya doğrudur? Heç kim dəqiq bilmir. Amma bir şey aydındır. O gecədən sonra Heydər Əliyev artıq geri dönməz yola çıxmışdı. O bilirdi ki, ya indi, ya heç vaxt. Ya Azərbaycan müstəqil olacaq, ya da əbədi olaraq böyük qonşuların nüfuz dairəsində qalacaq. Və o, birinci variantı seçdi. Bəs bu seçimin qiyməti nə idi? Bu seçim Heydər Əliyevə nə başa gəldi? Və ən əsası, o bu qiyməti ödəməyə hazır idimi? Avqustun ortaları. Bakıda hava qızmar isti, amma siyasi ab-hava daha da qaynar. Xarici kəşfiyyat xidmətləri artıq açıq-aşkar hərəkət edirlər. Rusiya səfiri hər həftə Xarici İşlər Nazirliyinə nota göndərir. İran səfiri isə Heydər Əliyevlə şəxsi görüş tələb edir. Hər iki ölkənin mesajı eynidir. Əsrin müqaviləsi regional tarazlığı pozacaq. Amma Heydər Əliyev bilir ki, bu sadəcə diplomatik dil. Əsl mesaj isə başqadır. Bu müqaviləni imzalama, əks halda nəticələri ağır olar. Və məhz bu təzyiq altında Heydər Əliyev ən cəsarətli addımını atır. O, dünyanın ən böyük neft şirkətlərinin rəhbərlərini Bakıya dəvət edir. British Petroleum, Amoco, Lukoil, Statoil, TPAO, hamısı sentyabrın 26-sında Bakıda olacaqlar. Bu tarixdə ilk dəfədir ki, bu qədər böyük beynəlxalq şirkətlər postsovet məkanında belə böyük bir müqavilə imzalayırlar. Amma bu həm də tarixdə ilk dəfədir ki, bir müqavilənin imzalanması bu qədər təhlükəli olur. Heydər Əliyevin şəxsi mühafizə xidməti gündə 24 saat işləyir. Hər bir yol yoxlanılır, hər bir bina təmizlənir, hər bir adam yoxlanılır. Amma təhlükə yalnız xaricdən gəlmir, təhlükə içərdən də gəlir. Heydər Əliyevin ən yaxın dairəsində belə adamlar var ki, onlar bu müqaviləyə qarşıdırlar. Bəziləri Rusiya ilə münasibətləri korlamaq istəmirlər, bəziləri İranla problemi olmaq istəmirlər, bəziləri isə sadəcə qorxurlar. Və bu qorxu əsassız deyil, çünki hər kəs bilir ki, postsovet məkanında böyük siyasi addımlar atmaq çox təhlükəlidir. Hər kəs Gürcüstanı xatırlayır, hər kəs Moldovanı xatırlayır, hər kəs Tacikistanı xatırlayır. Bu ölkələrdə müstəqillik uğrunda mübarizə qan tökülməsi ilə nəticələndi. Bəs Azərbaycan fərqli olacaqmı? Heydər Əliyev buna necə əmin ola bilərdi? Və məhz bu suallar onu hər gecə oyaq saxlayırdı. Sentyabrın 15-i. Heydər Əliyev öz yaxın məsləhətçilərini gizli görüşə çağırır. Görüş prezident aparatının xüsusi otağında keçir. Elə bir otaq ki, orada heç bir dinləmə cihazı işləməz, heç bir xarici siqnal daxil olmaz. Otaqda 7 nəfər var. Heydər Əliyevin özü, 3 yüksək rütbəli təhlükəsizlik zabiti, 2 iqtisadi məsləhətçi və 1 hüquqşünas. Heydər Əliyev onlara bir sual verir. Əgər biz bu müqaviləni imzalasaq, nə baş verəcək? Cavablar müxtəlifdir. Təhlükəsizlik zabitləri deyirlər ki, sui-qəsd riski çox yüksəkdir. İqtisadi məsləhətçilər deyirlər ki, iqtisadi fayda uzun müddətli olacaq. Hüquqşünas isə deyir ki, müqavilə beynəlxalq hüquqa uyğundur. Amma heç biri əsas suala cavab verə bilmir. Rusiya və İran necə reaksiya verəcək? Və məhz o zaman Heydər Əliyev bir şey deyir ki, otaqdakı hamı susar. O deyir, mən bu müqaviləni imzalayacağam. Çünki əgər imzalamasam, Azərbaycan heç vaxt müstəqil olmayacaq. Əgər imzalasam, bəlkə məni öldürəcəklər. Amma əgər imzalamasam, Azərbaycanı öldürəcəklər. Və mən öz həyatımı ölkəmin müstəqilliyinə dəyişməyə hazıram. Bu sözlərdən sonra otaqda dərin sükut çökür. Heç kim bir şey demir. Çünki hamı başa düşür ki, bu sadəcə siyasi bəyanat deyil. Bu, həyat-mamat qərarıdır. Heydər Əliyev öz həyatını riskə atır. Çünki o bilir ki, Azərbaycanın gələcəyi bu riskdən asılıdır. Amma o həm də bilir ki, bu risk yalnız onun şəxsi riski deyil. Bu, bütün Azərbaycanın riski. Əgər o öldürülərsə, ölkə xaosa qərq olar. Əgər müqavilə pozularsa, Azərbaycan iqtisadi böhrandan çıxa bilməyəcək. Əgər xarici şirkətlər Bakıdan çəkilərsə, Azərbaycan yenidən təcrid olunacaq. Bütün bu risklər
Heydər Əliyevin çiyinlərindədir və o bu yükü daşımağa hazırdır. Amma sual budur. Azərbaycan xalqı bu yükü daşımağa hazırdırmı? Xalq öz liderinin bu qərarını dəstəkləyəcəkmi, yoxsa xalq qorxudan geri çəkiləcək? Bu sualların cavabı bir neçə gündən sonra məlum olacaq. Sentyabrın 26-sında əsrin müqaviləsi imzalananda. Sentyabrın 23-ü. Bakı Beynəlxalq Hava Limanında fövqəladə vəziyyət elan edilir. Xarici neft şirkətlərinin rəhbərləri gəlməyə başlayır. Hər bir təyyarə ayrıca terminalda qarşılanır. Hər bir qonaq ayrıca marşrutla otelə aparılır. Təhlükəsizlik xidməti heç bir riski qəbul etmir. Amma risk hər yerdədir. Şəhərdə naməlum silahlı qruplar görünür. Bəzi rayonlarda qeyri-adi hərəkətliklər müşahidə edilir. Xarici kəşfiyyat agentləri açıq-aşkar fəaliyyət göstərirlər. Heydər Əliyevin mühafizə xidməti onu evdən çıxarmaq istəmir, amma o israr edir. O hər bir xarici qonaqla şəxsən görüşür. Hər birinə Azərbaycanın vəziyyətini izah edir. Hər birinə təminat verir ki, müqavilə təhlükəsiz şəraitdə imzalanacaq. Amma özü bilir ki, bu təminat boş söz ola bilər. Çünki o bilir ki, xarici güclər bu müqaviləni pozmaq üçün hər şeyi edəcəklər. Və məhz o zaman, sentyabrın 24-ünün gecəsi, bir hadisə baş verir ki, hər şey dəyişə bilərdi. Gecə saat 2-də Heydər Əliyevin iqamətgahının yaxınlığında partlayış səsi eşidilir. Mühafizə xidməti dərhal həyəcana düşür. Bütün yollar bağlanır. Bütün qüvvələr səfərbər edilir. Amma bir neçə dəqiqədən sonra məlum olur ki, partlayış iqamətgahdan 300 metr aralıda olub və heç bir zərər yoxdur. Bu sui-qəsd cəhdi idimi, yoxsa sadəcə təsadüf? Təhlükəsizlik xidməti araşdırmaya başlayır, amma cavab tapmır. Bəzi mənbələr deyir ki, bu xəbərdarlıq idi. Xarici güclər Heydər Əliyevə mesaj göndərirdilər. Biz buradayıq, biz hazırıq, biz gözləyirik. Digər mənbələr isə deyir ki, bu təsadüf idi. Sadəcə köhnə bina uçdu. Amma Heydər Əliyev heç bir təsadüfə inanmırdı. O bilirdi ki, bu oyunun bir hissəsidir. Psixoloji təzyiq, qorxu yaratmaq, qərarından dönməyə məcbur etmək. Amma o dönmədi. Əksinə, o daha da qətiyyətli oldu. Səhər saat 9-da o, bütün nazirlərini və məsləhətçilərini topladı və onlara dedi: Sabah müqavilə imzalanacaq. Heç bir təxirə yol verilməyəcək. Heç bir bəhanə qəbul edilməyəcək. Azərbaycan tarixinin ən mühüm günü sabah olacaq və biz hazır olmalıyıq. Bu sözlər otaqdakı hamıya aydın mesaj verirdi. Geri dönüş yoxdur. Yol seçilib, qərar qəbul edilib. İndi yalnız bir şey qalırdı. Sabahı gözləmək və görmək ki, tarix hansı tərəfə dönəcək. Sentyabrın 25-i axşam. Heydər Əliyev öz kabinetində tək oturur. Qarşısında əsrin müqaviləsinin son variantı uzanıb. 100 səhifəlik sənəd. Hər bir maddəsi aylarca müzakirə edilib, hər bir söz dəfələrlə yoxlanılıb. O bu sənədi yenidən oxuyur. Hər bir səhifəni diqqətlə nəzərdən keçirir. Bu sadəcə hüquqi sənəd deyil. Bu, Azərbaycanın gələcəyinin xəritəsidir. Bu müqavilə Azərbaycana 25 il ərzində 8 milyard dollar gətirəcək. Elə bir məbləğ ki, o vaxtlar Azərbaycanın illik büdcəsindən 10 dəfə çoxdur. Bu müqavilə Azərbaycana minlərlə iş yeri gətirəcək. Yeni texnologiyalar gətirəcək. Beynəlxalq təcrübə gətirəcək. Amma ən əsası, bu müqavilə Azərbaycana müstəqillik gətirəcək. İqtisadi müstəqillik, siyasi müstəqillik, strateji müstəqillik. Və məhz buna görə də bu müqavilə bu qədər təhlükəlidir. Çünki müstəqillik həmişə qan bahasına başa gəlir. Heydər Əliyev pəncərədən Bakıya baxır. Şəhər sakitdir. Küçələrdə az adam var. Hər şey normal görünür. Amma o bilir ki, bu sakitlik aldadıcıdır. O bilir ki, şəhərin hər yerində gizli agentlər var. Hər küçədə sui-qəsdçilər ola bilər. Hər binada düşmən gizlənə bilər. O bilir ki, sabah ən təhlükəli gün olacaq. Ya Azərbaycan yeni dövrə qədəm qoyacaq, ya da hər şey dağılacaq. Və bu qərarı o tək qəbul etməlidir. Heç kim ona kömək edə bilməz. Heç kim ona məsləhət verə bilməz. Heç kim onun yerində ola bilməz. Bu, liderin tənhalığıdır. Ən mühüm qərarları tək qəbul etmək, ən ağır yükü tək daşımaq, ən böyük riski tək götürmək. Və Heydər Əliyev bu tənhalığı qəbul edir. O bilir ki, sabah o tarix yazacaq. Amma hansı tarix? Qələbə tarixi, yoxsa faciə tarixi? Bu sualın cavabını yalnız sabah verəcək. Yalnız sabah məlum olacaq ki,
Heydər Əliyevin qərarı düzgün idimi, yoxsa səhv? Yalnız sabah məlum olacaq ki, Azərbaycan müstəqil ola biləcəkmi, yoxsa yenidən asılı olacaq? Və məhz bu qeyri-müəyyənlik Heydər Əliyevi hər gecə oyaq saxlayır, hər gün düşündürür, hər an narahat edir. Amma o geri çəkilmir. Çünki o bilir ki, lider olmaq məhz budur. Qorxunu yenmək, riski qəbul etmək, gələcəyə inanmaq. Və Heydər Əliyev gələcəyə inanır. Azərbaycanın gələcəyinə, xalqımın gələcəyinə, ölkəsinin müstəqilliyinin gələcəyinə. Və bu inam onu irəli aparır. Bu inam ona güc verir. Bu inam onu dayanmaz edir. Sabah bu inam sınaqdan keçəcək. Sabah məlum olacaq ki, bu inam əsaslıdırmı, yoxsa boş xəyaldırmı? Sabah tarix yazılacaq. Və Heydər Əliyev bu tarixi yazmağa hazırdır. Sən heç düşünmüsənmi ki, bir adamın ölümü necə planlaşdırılır? Bu sözləri 1994-cü ilin avqustunda Heydər Əliyevin keçmiş mühafizə zabitlərindən biri deyir. Əlləri hələ də əsir. 35 il sonra ilk dəfə kamera qarşısında danışmağa razılaşan bu şəxs adının açıqlanmasını istəmir, amma bildiklərini danışmağa hazırdır. O deyir ki, sentyabr ayının əvvəllərində prezident aparatına xüsusi bir qovluq gəldi. Qovluğun üzərində kod var idi. UM0544. Bu kod o qədər məxfi idi ki, yalnız 3 nəfər onun məzmununu bilirdi. Qovluqda nə var idi? Heydər Əliyevin tibbi kartı. Amma rəsmi tibbi kart deyil, gizli tibbi kart. Bu kartda onun əsl sağlamlıq vəziyyəti, bütün xəstəlikləri, bütün zəiflikləri qeyd olunmuşdu. Və ən qorxuncusu, bu kartda onun hansı dərmanları qəbul etdiyi, hansı dozalarda, hansı vaxtlarda qeyd edilmişdi. Niyə bu məlumat bu qədər təhlükəli idi? Çünki bu məlumat sui-qəsd üçün ideal silah idi. Əgər kimsə Heydər Əliyevin dərmanlarına zəhər qarışdırmaq istəsəydi, bu kart ona dəqiq təlimat verərdi. Hansı dərman, hansı doza, hansı vaxt. Heç bir iz qalmaz, heç bir şübhə yaranmaz. Sadəcə, təbii səbəblərdən vəfat etdi yazılar. Keçmiş mühafizə zabiti deyir ki, bu qovluq prezident aparatına necə daxil oldu, heç kim bilmir. Amma bir şey aydındır. Kimsə Heydər Əliyevi çox yaxından izləyirdi, çox dərindən öyrənirdi, çox diqqətlə hazırlaşırdı. Bu qovluq tapıldıqdan sonra Heydər Əliyevin bütün şəxsi həkimləri dəyişdirildi. Bütün dərmanları yoxlanıldı. Bütün yemək hazırlayan adamlar yenidən seçildi. Amma ən qorxunc sual cavabsız qaldı. Bu qovluğu kim göndərdi? Xarici kəşfiyyat xidməti, yoxsa daxili düşmən? Və ən əsası, bu qovluq xəbərdarlıq idimi, yoxsa hücumun ilk addımı? Heydər Əliyev bu sualların cavabını bilmirdi. Amma o bilirdi ki, vaxt tükənir və hər keçən gün təhlükə artır. Bəs siz nə düşünürsünüz? Bu qovluq təsadüfən tapıldımı? Yoxsa kimsə onu qəsdən oraya qoydu ki, Heydər Əliyevi qorxutsun və müqavilədən əl çəkdirsin? Sentyabrın 18-i, səhər saat 6. Heydər Əliyevin şəxsi həkimi onu təcili müayinə edir. Səbəb, gecə boyu davam edən baş ağrısı və ürək döyüntüsü. Həkim narahatdır. Çünki bu simptomlar stres və ya daha pis bir şeyin əlaməti ola bilər. O, Heydər Əliyevə dincəlməyi, bir neçə gün istirahət etmək məsləhət görür. Amma Heydər Əliyev imtina edir. O deyir, 8 gündən sonra müqavilə imzalanacaq. Mən ölsəm belə, o müqavilə imzalanmalıdır. Bu sözlər həkimi dəhşətə gətirir. Amma o başa düşür ki, Heydər Əliyevi heç nə dayandıra bilməz. Həkim ona güclü ağrıkəsici verir və xahiş edir ki, ən azı gecələr yatsın. Amma Heydər Əliyev yata bilmir. Hər gecə o, kabinetində oturur, sənədləri oxuyur, planları nəzərdən keçirir, riskləri hesablayır. Onun ətrafındakı adamlar deyirlər ki, o həmin günlərdə 10 kilo arıqlayıb, gözlərinin altında qara halqalar əmələ gəlib, səsi xırıldayıb. Amma heç kim ona deməyə cəsarət etmir ki, o özünü məhv edir. Çünki hamı bilir ki, Heydər Əliyev özünü məhv etmir. O, Azərbaycanı xilas edir. Və bu xilas etmə onun sağlamlığından, həyatından, hər şeyindən daha vacibdir. Amma bir sual qalır. Bu qurban nə qədər böyük olmalıdır? Heydər Əliyev öz həyatını verməlidirsə, o bunu edəcəkmi? Və əgər o ölsə, Azərbaycan müqaviləni imzalaya biləcəkmi? Bu suallar onu hər gecə təqib edir, hər gün narahat edir. Amma o cavab axtarmır. O sadəcə irəli gedir, addım-addım, gün-gün, saat-saat. Çünki o bilir ki, geri dönüş yoxdur və yeganə yol irəlidir. Sentyabrın 21-də Bakıda qəribə bir hadisə baş verir. Şəhərin mərkəzində, Azadlıq meydanının yaxınlığında
naməlum bir qrup insan toplaşır. Onlar heç bir şüar qaldırmırlar, heç bir tələb irəli sürmürlər, sadəcə dayanıb gözləyirlər. Polis onlara yaxınlaşır, soruşur ki, nə istəyirlər? Onlar cavab verirlər. Biz gözləyirik. Nəyi gözləyirlər? Heç kim bilmir. Polis onları dağıtmağa çalışır, amma onlar getmirlər. Bir neçə saat sonra onların sayı artır. Əvvəl 10 nəfər, sonra 20, sonra 50. Hamısı sakit, hamısı səssiz, hamısı gözləyir. Təhlükəsizlik xidməti həyəcana düşür. Çünki bu, sui-qəsdin əvvəli ola bilər. Onlar bu insanları saxlayırlar, sorğu-sual edirlər. Amma heç kim heç nə demir. Onlar sadəcə deyirlər, biz gözləyirik. Axşam saat 8-də bu qrup birdən-birə dağılır. Hamı evlərinə qayıdır. Heç bir iz qalmır. Amma təhlükəsizlik xidməti başa düşür ki, bu mesaj idi. Kimsə Heydər Əliyevə göstərmək istəyirdi ki, şəhərdə nəzarət onun əlində deyil, şəhərdə başqa qüvvələr də var. Şəhərdə hər an, hər şey baş verə bilər. Bu mesajı kim göndərdi? Rusiya kəşfiyyatı, İran agentləri, yoxsa daxili müxaliflər? Heç kim dəqiq bilmir. Amma Heydər Əliyev bu mesajı başa düşür. O bilir ki, düşmən yaxındadır. Düşmən güclüdür. Düşmən hazırdır. Və o həm də bilir ki, düşmən gözləyir. Gözləyir ki, Heydər Əliyev səhv etsin. Gözləyir ki, Heydər Əliyev zəiflik göstərsin. Gözləyir ki, Heydər Əliyev qorxsun. Amma Heydər Əliyev qorxmur. Əksinə, o daha da qətiyyətli olur. O təhlükəsizlik xidmətinə əmr verir. Sentyabrın 26-sında şəhərdə hər şey nəzarət altında olmalıdır. Heç bir qrup, heç bir toplaşma, heç bir şübhəli hərəkət. Əgər lazım gələrsə, bütün şəhəri bağlayın. Bu əmr təhlükəsizlik xidmətini şoka salır. Çünki bütün şəhəri bağlamaq demək, fövqəladə vəziyyət elan etmək deməkdir. Amma Heydər Əliyev qətidir. O bilir ki, bu son döyüşdür və bu döyüşdə heç bir riski qəbul etmək olmaz. Sentyabrın 23-ü, axşam saat 9. Heydər Əliyevin iqamətgahında gizli görüş keçirilir. Görüşdə 4 nəfər var. Heydər Əliyevin özü, baş təhlükəsizlik zabiti, xarici kəşfiyyat üzrə məsləhətçi və bir sirli qonaq. Bu qonaq kim olduğunu heç kim bilmir. Çünki o, heç bir rəsmi sənəd olmadan gəlib və heç bir qeydiyyatdan keçməyib. Bəzi mənbələr deyir ki, bu qonaq Qərb Kəşfiyyat Xidmətinin yüksək rütbəli zabiti idi. Digər mənbələr isə deyir ki, bu Rusiyanın ikili agenti idi. Amma bir şey aydındır. Bu qonaq Heydər Əliyevə çox mühüm məlumat gətirdi. Görüş 2 saat davam etdi və bu 2 saat ərzində Heydər Əliyevin üzü getdikcə daha da ciddiləşdi. Görüşdən sonra o dərhal öz yaxın məsləhətçilərini çağırdı və onlara bir şey dedi ki, hamı donub qaldı. O dedi, onlar bilir, hər şeyi bilir. Müqavilənin hər bir maddəsini, hər bir tarixini, hər bir imza atacaq adamın adını bilir və onlar hazırdır. Bu sözlər nə deməkdir? Bu o deməkdir ki, xarici kəşfiyyat xidmətləri əsrin müqaviləsi haqqında hər şeyi öyrənib və onlar bu müqaviləni pozmaq üçün konkret plan hazırlayıblar. Amma ən qorxunc hissə bu deyildi. Ən qorxunc hissə Heydər Əliyevin növbəti sözləri idi. Və onlar içərimizdə kimsə var. Bu cümlə otaqdakı hamını şoka saldı. İçərimizdə kimsə var? Bu o demək idi ki, Heydər Əliyevin yaxın dairəsində xain var. Elə bir adam ki, o bütün məlumatları xarici ötürür, bütün planları ifşa edir, bütün addımları izləyir. Amma kim? Hansı adam Heydər Əliyevə bu qədər yaxındır ki, hər şeyi bilir, amma eyni zamanda onu satır? Bu sual cavabsız qaldı. Çünki Heydər Əliyev heç kimə etibar etmirdi. O bilirdi ki, xain ola biləcək adamların siyahısı çox uzundur. Nazirlər, məsləhətçilər, təhlükəsizlik zabitləri, hətta ailə üzvləri. Hər biri şübhə altındaydı, hər biri potensial düşmən idi. Və bu şübhə Heydər Əliyevi daha da tənha edirdi, daha da paranoyaya sürükləyirdi. Amma o bilirdi ki, bu paranoya onu saxlayır, bu paranoya onu ayıq saxlayır, bu paranoya onu hazır saxlayır. Bəs siz düşünürsünüzmü ki, Heydər Əliyevin yaxın dairəsində həqiqətən xain var idimi? Yoxsa bu sadəcə psixoloji oyun idi ki, hamını təzyiq altında saxlasın? Sentyabrın 24-ü, səhər saat 5. Heydər Əliyev yuxudan oyanır. Amma əslində o heç yatmayıb. Bütün gecəni o pəncərənin yanında oturub Bakıya baxıb.
Şəhər yavaş-yavaş oyanır. Küçələrdə ilk maşınlar görünür. İnsanlar işə gedirlər. Hər şey normal görünür. Amma Heydər Əliyev bilir ki, bu normalıq aldadıcıdır. O bilir ki, 2 gündən sonra bu şəhərdə ya tarix yazılacaq, ya da faciə baş verəcək. Və bu iki variant arasında çox incə xətt var. Bir səhv, bir təsadüf, bir xəyanət və hər şey dağıla bilər. Heydər Əliyev ayağa qalxır, güzgüyə baxır. Qarşısında yorğun, arıq, qoca bir adam durur. Amma bu adamın gözlərində hələ də od var. İradə odu, qətiyyət odu, inam odu. Bu od onu ayaqda saxlayır. Bu od ona güc verir. Bu od onu irəli aparır. O özünə deyir, daha 2 gün. Yalnız 2 gün dözməlisən. 2 gün sonra ya qələbə, ya məğlubiyyət. Amma geri çəkilmək yoxdur. O kabinetinə gedir. Masasının üstündə əsrin müqaviləsinin son variantı uzanıb. O bu sənədi yenidən oxuyur. Hər bir maddəni yenidən yoxlayır. Hər şey qaydasındadır. Heç bir səhv yoxdur. Heç bir boşluq yoxdur. Bu müqavilə mükəmməldir. Hüquqi cəhətdən, iqtisadi cəhətdən, siyasi cəhətdən. Amma bir problem var. Bu müqaviləni imzalamaq üçün sağ qalmaq lazımdır. Və məhz bu ən çətin hissəsidir. Heydər Əliyev bilir ki, növbəti 2 gün onun həyatının ən təhlükəli 2 günü olacaq. Hər an sui-qəsd ola bilər. Hər yerdə düşmən ola bilər. Hər addımda ölüm ola bilər. Amma o qorxmur. Çünki o bilir ki, qorxu onu öldürəcək, qorxu onu zəiflədəcək, qorxu onu məğlub edəcək. Və o məğlub olmağa hazır deyil. Sentyabrın 24-ü, gün orta. Heydər Əliyev Nazirlər Kabinetinin iclasını keçirir. İclasda bütün əsas nazirlər və məsləhətçilər iştirak edir. Heydər Əliyev onlara son tapşırıqlar verir. Sabah hər şey hazır olmalıdır. Heç bir səhvə yol verilməməlidir. Heç bir problem yaranmamalıdır. Nazirlər başlarını tərpədirlər. Hər şeyin nəzarət altında olduğunu təmin edirlər. Amma Heydər Əliyev onlara inanmır. O bilir ki, onların arasında xain ola bilər. Onların arasında düşmən ola bilər. Və məhz buna görə o, iclasdan sonra hər bir naziri ayrıca çağırır və hər birinə fərdi tapşırıq verir. Elə tapşırıq ki, yalnız o nazir bilir. Bu tələdir. Əgər məlumat sızarsa, Heydər Əliyev dəqiq biləcək ki, hansı nazir xaindir. Bu metod qədim, amma effektivdir. Və Heydər Əliyev bu metodu mükəmməl bilir. Çünki o, 10 illər boyu kəşfiyyat sistemində işləyib, 10 illər boyu xainləri tutub, 10 illər boyu oyunlar oynayıb. İndi o, öz təcrübəsini son dəfə istifadə edir. Son oyun, son tələ, son imtahan. Əgər xain varsa, o özünü sabah göstərəcək. Əgər xain yoxsa, sabah hər şey qaydasında keçəcək. Amma Heydər Əliyev bilir ki, xain var. O bunu hiss edir. O bunu bilir. O bunu görür. Amma o həm də bilir ki, xaini tutmaq üçün ona hərəkət etmək imkanı verməlidir. Və məhz buna görə o gözləyir. Gözləyir ki, xain özünü göstərsin. Gözləyir ki, xain səhv etsin. Gözləyir ki, xain tələyə düşsün. Bu təhlükəli oyundur. Çünki bu oyunda Heydər Əliyevin öz həyatı yem kimi istifadə olunur. Amma başqa yol yoxdur. Əgər xaini indi tutmasa, sabah çox gec olacaq. Əgər xaini indi ifşa etməsə, müqavilə imzalanmayacaq. Və əgər müqavilə imzalanmasa, Azərbaycan məhv olacaq. Bütün bu düşüncələr Heydər Əliyevin beynində fırlanır. Amma o, heç kimi öz düşüncələrinə buraxmır. O maskasını saxlayır. Sakit, qətiyyətli, əmin. Heç kim bilmir ki, onun içində nə fırtına qopur. Heç kim bilmir ki, o nə qədər yorğundur. Heç kim bilmir ki, o nə qədər tənhadır. Və məhz bu tənhalıq onu ən güclü edir. Çünki tənha adam heç kəsə etibar etmir və heç kəsə etibar etməyən adam heç vaxt aldanmır. Sentyabrın 24-ü, axşam saat 8. Heydər Əliyev öz ailəsi ilə nahar edir. Bu nadir haldır. Çünki son həftələr o demək olar ki, heç evdə olmayıb. Ailə üzvləri onu narahat görürlər, amma heç nə soruşmurlar. Onlar bilirlər ki, Heydər Əliyev danışmaq istəməyəndə onu məcbur etmək mümkün deyil. Nahar zamanı heç kim danışmır. Hamı səssizdir. Amma bu səssizlik ağırdır. Bu səssizlik gərgindir. Bu səssizlik qorxuludur. Heydər Əliyevin həyat yoldaşı ona baxır və soruşur.
Hər şey yaxşı olacaqmı? Heydər Əliyev ona baxır və cavab verir. Bilmirəm. Bu cavab onu şoka salır. Çünki Heydər Əliyev heç vaxt bilmirəm deməz. O həmişə əmindir, həmişə qətiyyətlidir, həmişə cavabı var. Amma bu dəfə o bilmir. Çünki bu dəfə hər şey onun nəzarətindən kənardadır. Bu dəfə çox şey təsadüfdən asılıdır. Bu dəfə tale oyun oynayır. Və Heydər Əliyev bilir ki, tale ilə oynamaq ən təhlükəli oyundur. Nahardan sonra o, yenidən kabinetinə gedir. Ailə üzvləri onu buraxmaq istəmirlər. Amma o israr edir. O deyir, mən işimi bitirməliyəm. Amma əslində o, işini çoxdan bitirib. Əslində o, sadəcə tək qalmaq istəyir. Sadəcə düşünmək istəyir. Sadəcə hazırlaşmaq istəyir. Sabah ən mühüm gündür və o bu günə hazır olmalıdır. Fiziki cəhətdən, əqli cəhətdən, psixoloji cəhətdən. O bilir ki, sabah onun hər bir sözü, hər bir hərəkəti, hər bir baxışı tarixə yazılacaq. Və o bu tarixdə zəif görünmək istəmir. Bu tarixdə qorxaq görünmək istəmir. Bu tarixdə məğlub görünmək istəmir. O bu tarixdə qəhrəman olmaq istəyir. Elə qəhrəman ki, Azərbaycanı xilas etdi. Elə qəhrəman ki, ölkəsini müstəqilliyə apardı. Elə qəhrəman ki, öz həyatını xalqına həsr etdi. Və məhz bu arzu onu ayaqda saxlayır. Məhz bu arzu ona güc verir. Məhz bu arzu onu irəli aparır. Sabah bu arzu həqiqətə çevriləcəkmi? Sabah Heydər Əliyev qəhrəman olacaqmı? Yoxsa qurban? Sabah Azərbaycan müstəqil olacaqmı? Yoxsa məhv? Bu sualların cavabını yalnız sabah verəcək. Yalnız sabah məlum olacaq ki, Heydər Əliyevin 40 illik siyasi karyerası necə bitəcək? Qələbə ilə, yoxsa faciə ilə? Və Heydər Əliyev bu qeyri-müəyyənliyə hazırdır. Çünki o bilir ki, böyük qələbələr həmişə böyük risklərlə gəlir və böyük risklər həmişə böyük qurbanlar tələb edir və o bu qurbanı verməyə hazırdır. Öz rahatlığını, öz sağlamlığını, öz həyatını. Çünki o bilir ki, onun həyatı Azərbaycanın müstəqilliyindən daha az dəyərlidir. Və əgər onun ölümü Azərbaycanın müstəqilliyini təmin edəcəksə, o bu ölümü qəbul edəcək. Amma o həm də bilir ki, ölmək asan yol deyil. Çətin yol yaşamaq və mübarizə etməkdir. Və Heydər Əliyev yaşamağı və mübarizə etməyi seçir. Sabaha qədər, sabahdan sonra, həmişə. Təsəvvür edin ki, siz 12 nəfərdən birisiniz. 12 nəfər ki, Heydər Əliyev haqqında hər şey bilirdi. Hər bir tibbi sirrini, hər bir qaçış planını, hər bir gizli tuneli Bakının altında. İndi təsəvvür edin ki, seçim etməlisiniz. Sadiqlik saxlamaq, yoxsa həyatınızı xilas etmək. Sentyabrın 25-də 1994-cü ildə bu 12 nəfər məhz bu seçim etdi. Seçim ki, Azərbaycanın taleyini dəyişdi. Bu qrup daxili dairə adlanırdı. Və onların varlığı o qədər məxfi idi ki, hətta təhlükəsizlik xidmətinin əksər zabitləri onlar haqqında bilmirdi. 12 nəfər, 4 şəxsi mühafizəçi, 3 tibbi məsləhətçi, 2 rabitə zabiti, 1 şəxsi katib, 1 sürücü və 1 aşbaz. Hamısı 10 illərlə Heydər Əliyevə xidmət edib. Hamısı ona sonsuz sadiq olduğunu and içib. Hamısı onun üçün ölməyə hazır olduğunu deyib. Amma sentyabrın 25-nin səhəri hər şey dəyişdi. O səhər bu 12 nəfər gizli görüşə çağırıldı. Görüş prezident sarayının zirzəmisində. Elə bir otaqda ki, orada heç bir dinləmə cihazı işləməz. Heç bir kamera yoxdur. Heç bir şahid olmaz. Onlara bir sual verildi. Sabah prezident öldürülərsə, siz nə edəcəksiniz? Bu sual onları dondurmağa kifayət etdi. Çünki bu sual sadəcə nəzəri deyildi. Bu sual real təhlükə haqqındaydı. Real planlar haqqındaydı. Real ölüm haqqındaydı. Və məhz o anda bu 12 nəfərdən biri ayağa qalxdı və dedi, mən artıq seçimimi etmişəm. Bu cümlə otaqdakı hamını şoka saldı. Çünki bu cümlə xəyanət etirafı idi. Amma ən qorxunc hissə bu deyildi. Ən qorxunc hissə o idi ki, bu adam kim olduğunu açıqlamadı və otaqdan çıxıb getdi. 11 nəfər qaldı. 11 nəfər ki, indi bilirdi, onların arasında xain var və bu xain sabah hərəkət edəcək. Amma kim? Hansı adam Heydər Əliyevə bu qədər yaxın idi ki, onu öldürə bilərdi? Bu sual cavabsız qaldı
və məhz bu qeyri-müəyyənlik hər kəsi paranoyaya sürüklədi. Heç kim heç kimə etibar etmirdi. Heç kim heç kimlə danışmırdı. Heç kim heç kimin yanında rahat değildi. Və məhz bu paranoya Heydər Əliyevi sağ saxladı. Çünki o bilirdi ki, xain hərəkət edəndə 11 sadiq adam onu dayandıracaq. Amma sual budur, o xain həqiqətən hərəkət etdimi? Yoxsa bu sadəcə psixoloji oyun idi ki, hamını ayıq saxlasın? Və əgər xain hərəkət etdisə, niyə Heydər Əliyev sağ qaldı? Cavabı yalnız o 12 nəfər bilir və onlar heç vaxt danışmayacaqlar. Sentyabrın 25-i, günorta. Heydər Əliyevin şəxsi həkimi onu təcili müayinə üçün çağırır. Səbəb sadədir. Prezidentin sağlamlıq vəziyyəti kritik həddə çatıb. Son 2 həftə ərzində o, cəmi 15 saat yatıb, qida qəbulu minimuma enib, çəkisi 8 kilo azalıb. Ürək döyüntüsü qeyri-sabitdir, təzyiq yüksəkdir, əl-qollar titrəyir. Həkim ona deyir, əgər sabah o müqaviləni imzalamağa getsəniz, siz ora çatmaya da bilərsəniz. Bu sözlər Heydər Əliyevi gülməyə məcbur edir. Acı, yorğun, ümidsiz gülüş. O deyir, mən ora çatmasam da müqavilə imzalanmalıdır. Həkim başa düşür ki, Heydər Əliyevi heç nə dayandıra bilməz və ona ən güclü dərmanlar verir. Dərmanlar ki, ürəyi saxlasın, dərmanlar ki, təzyiqə endirsin, dərmanlar ki, əl-qolların titrəməsini dayandırsın. Amma həkim həm də bilir ki, bu dərmanlar yalnız bir neçə saatlıq effekt verəcək, sonra isə bədən tamamilə tikənəcək. O, Heydər Əliyevə xəbərdarlıq edir. Bu dərmanlar sizi sabah günorta saat 2-yə qədər ayaqda saxlayacaq. Sonra isə nə olacağını mən bilmirəm. Heydər Əliyev ona baxır və deyir, müqavilə sabah günorta saat 12-də imzalanacaq. Mənə 2 saat kifayətdir. Bu cavab həkimi dəhşətə gətirir. Çünki o başa düşür ki, Heydər Əliyev öz bədənini son həddinə qədər istismar edir. Elə istismar ki, geri dönüşü olmaya bilər. Həkim soruşur, əgər siz müqavilədən sonra, əgər sizin sağlamlığınız, o cümləni bitirə bilmir. Çünki bilir ki, Heydər Əliyev cavabı və Heydər Əliyev həqiqətən cavab verir. Əgər mən müqavilədən sonra ölsəm, heç bir problem yoxdur. Əsas odur ki, müqavilə imzalansın. Bu sözlər həkimi ağlatmağa məcbur edir, amma o göz yaşlarını gizlədir. Çünki o bilir ki, Heydər Əliyev zəiflik görmək istəmir. Heydər Əliyev kədər görmək istəmir. Heydər Əliyev yalnız qüvvə görmək istəyir. Və həkim ona qüvvə verir. Dərman şəklində, söz şəklində, inam şəklində. O deyir, siz sabah ora gedəcəksiniz. Siz o müqaviləni imzalayacaqsınız. Siz Azərbaycanı xilas edəcəksiniz. Heydər Əliyev ona təşəkkür edir və kabinetinə qayıdır. Amma o bilir ki, həkim haqlıdır. Onun bədəni tükənib, onun sağlamlığı məhv olub, onun həyatı təhlükədədir. Amma o həm də bilir ki, onun həyatı Azərbaycanın müstəqilliyindən daha az əhəmiyyətlidir. Və əgər onun ölümü Azərbaycanın müstəqilliyini təmin edəcəksə, o bu ölümü qəbul edəcək. Amma o həm də bilir ki, ölmək asan yol deyil. Çətin yol yaşamaq və mübarizə etməkdir. Və Heydər Əliyev yaşamağı və mübarizə etməyi seçir. Sabaha qədər, sabahdan sonra, nə qədər lazımdırsa. Bəs siz düşünürsünüzmü ki, bir insanın bədəni bu qədər təzyiqə tab gətirə bilərmi? Yoxsa Heydər Əliyevin sağ qalması möcüzə idi? Sentyabrın 25-i, axşam saat 7. Təhlükəsizlik xidmətinin rəisi Heydər Əliyevin kabinetinə daxil olur və qapını arxasınca bağlayır. Onun əlində qalın qovluq var. Qovluq ki, üzərində qırmızı möhür və məhv edilməlidir qeydi var. Heydər Əliyev ona baxır və soruşur. Nə tapdınız? Təhlükəsizlik rəisi qovluğu masanın üstünə qoyur və deyir. Biz arxivləri yoxladıq. Bütün arxivləri. Rəsmi, qeyri-rəsmi, gizli, çox gizli. Və biz bir şey tapdıq ki, heç vaxt olmamalı idi. O qovluğu açır və içindən bir neçə sənəd çıxarır. Birinci sənəd 1988-ci ildən qalma məxfi hesabatdır. Hesabat ki, Heydər Əliyevin Moskvadan Bakıya qayıtması haqqında. Sənəddə yazılıb ki, Heydər Əliyevin qayıdışı regional sabitliyi təhdid edir və tədbirlər görülməlidir. İkinci sənəd 1993-cü ildən qalma gizli əmrdir. Əmr ki, Heydər Əliyevin hər bir addımını izləmək, hər bir görüşünü qeyd etmək, hər bir qərarını hesabat vermək haqqında. Üçüncü sənəd isə ən qorxuncudur.
Bu 1994-cü ilin avqustundan qalma plandır. Planın başlığı sadədir. Əməliyyat payız. Planın məzmunu isə daha da sadədir. Heydər Əliyevin fiziki məhvi. Sənəddə konkret tarixlər var. Sentyabrın 26-sı. Konkret yerlər var. Prezident sarayı. Konkret metodlar var. Dərman zəhərlənməsi. Və ən qorxuncusu, sənəddə icracının adı var. Bu ad Heydər Əliyevi şoka salır. Çünki bu ad ona çox tanışdır, çox yaxındır, çox etibarlıdır. Bu onun şəxsi həkiminin adıdır. Heydər Əliyev təhlükəsizlik rəisinə baxır və soruşur. Siz əminsinizmi? Təhlükəsizlik rəisi başını tərpədir. Biz 3 dəfə yoxladıq. Sənəd orijinaldır, imza orijinaldır, möhür orijinaldır və ən əsası, biz həkimin bank hesablarını yoxladıq. Son 3 ayda onun hesabına 3 dəfə böyük məbləğ köçürülüb. Hər dəfə fərqli ölkədən, hər dəfə fərqli şirkətdən, amma hamısı eyni mənbədən. Heydər Əliyev soruşur. Hansı mənbədən? Təhlükəsizlik rəisi cavab verir. Moskva. Bu söz Heydər Əliyevi dondurmağa kifayət edir. Çünki bu söz hər şeyi izah edir. Niyə həkim ona bu qədər güclü dərmanlar verir? Niyə həkim ona sabah günorta saat 2-yə qədər vaxt verir? Niyə həkim ona ölüm haqqında danışır? Çünki həkim onu öldürməyə hazırlaşır. Yavaş-yavaş, hiss edilməz şəkildə, heç bir iz qoymadan. Dərmanlar zəhərdir, müalicə ölümdür, qayğı qətildir. Heydər Əliyev təhlükəsizlik rəisinə soruşur. Nə etməliyik? Təhlükəsizlik rəisi cavab verir. Biz onu indi saxlaya bilərik, sorğu-sual edə bilərik, etiraf aldıra bilərik. Amma Heydər Əliyev başını bulaşdırır. Yox, əgər biz onu indi saxlasaq, Moskva biləcək ki, biz bilirik və onlar plan dəyişəcəklər. Yeni icraçı göndərəcəklər. Yeni metod istifadə edəcəklər və biz yenidən başlayacağıq. Təhlükəsizlik rəisi başa düşür ki, Heydər Əliyev nə demək istəyir və dəhşətə gəlir. Siz demək istəyirsiniz ki, biz onu buraxaq? Siz demək istəyirsiniz ki, biz ona imkan verək? Heydər Əliyev cavab verir. Mən demək istəyirəm ki, biz ona nəzarət edək. Hər bir addımını izləyək. Hər bir dərmanını yoxlayaq. Hər bir hərəkətini qeyd edək. Və əgər o hərəkət etməyə cəhd etsə, biz onu dayandıraq. Bu plan çox risklidir. Çünki bu plan Heydər Əliyevin həyatını yem kimi istifadə edir. Amma başqa yol yoxdur. Əgər həkimi indi saxlasalar, Moskva yeni plan hazırlayacaq və bu dəfə Heydər Əliyev hazır olmayacaq. Amma əgər həkimi buraxsalar və nəzarət etsələr, onlar düşmənin hər addımını biləcəklər və lazım olan anda onu dayandıracaqlar. Bu təhlükəli oyundur. Amma Heydər Əliyev bu oyunu oynamağa məcburdur. Çünki o bilir ki, sabah ən mühüm gündür və sabah heç bir səhvə yol verilə bilməz. Təhlükəsizlik rəisi qovluğu götürür və soruşur. Bu sənədləri nə edək? Heydər Əliyev cavab verir. Məhv edin, yandırın, heç bir iz qalmasın. Təhlükəsizlik rəisi başa düşür və qovluğu götürüb çıxır. Heydər Əliyev tək qalır və düşünür. Neçə arxiv var ki, məhv edilməlidir? Neçə sənəd var ki, heç vaxt işıq üzü görməməlidir? Neçə sir var ki, əbədi olaraq gizli qalmalıdır? Və ən əsası, bu sirlər Azərbaycanın müstəqilliyi üçün nə qədər vacibdir? Bəs siz düşünürsünüzmü ki, hər ölkənin belə arxivləri var? Yoxsa yalnız Azərbaycan bu qədər sirlə yaşayır? Sentyabrın 25-i, gecə saat 11. Heydər Əliyev yatağında uzanıb, amma yata bilmir. Onun beynində minlərlə fikir fırlanır. Sabahki müqavilə, xain həkim, 12 nəfərlik dairə, Moskvanın planları, İranın təhdidləri, xalqın gözləntisi. Hər bir fikir onu daha da narahat edir, hər bir fikir onu daha da gərginləşdirir. O çarpaydan qalxır və pəncərəyə gedir. Bakı qaranlıqdır. Yalnız bir neçə işıq yanır. Şəhər yatıb, insanlar yuxudadır. Heç kim bilmir ki, sabah nə olacaq. Amma Heydər Əliyev bilir. O bilir ki, sabah ya Azərbaycanın ən böyük günü olacaq, ya da ən qara günü. O bilir ki, sabah ya o qəhrəman olacaq, ya da qurban. O bilir ki, sabah ya müqavilə imzalanacaq, ya da hər şey dağılacaq. Və bu qeyri-müəyyənlik onu öldürür. Yavaş-yavaş, hiss edilməz şəkildə, amma əmin. O özünə deyir, mən qorxuram. Bu ilk dəfədir ki, o bunu etiraf edir. Özünə, heç kimə deyil, sadəcə özünə. O qorxur.
Ölümdən deyil, məğlubiyyətdən qorxur. O qorxur ki, sabah hər şey boşa çıxacaq. Qorxur ki, onun bütün səyləri heçə gedəcək. Qorxur ki, Azərbaycan yenidən asılı olacaq. Və bu qorxu onu daha da gücləndirir. Çünki o bilir ki, qorxunu yenmək üçün ona üz tutmalısan. Qorxu ilə üz-üzə durmalısan. Qorxunu qəbul etməlisən. Və Heydər Əliyev qorxunu qəbul edir. O özünə deyir, bəli, mən qorxuram. Amma mən hərəkət edəcəm. Çünki qorxu məni dayandıra bilməz. Qorxu məni zəiflədə bilməz. Qorxu məni məğlub edə bilməz. O pəncərədən dönür və yatağa qayıdır. Bu dəfə o yatır. Dərin, sakit, rahat yuxu. Çünki o qərarını verib, o seçimini edib, o yolunu seçib. Sabah o bu yolla gedəcək. Qorxu ilə, şübhə ilə, təhlükə ilə. Amma o gedəcək. Çünki o bilir ki, geri dönüş yoxdur və yeganə yol irəlidir. Və Heydər Əliyev irəli gedir. Addım-addım, gün-gün, saat-saat, sabaha doğru, tarixə doğru, qələbəyə doğru. Sentyabrın 26-sı, səhər saat 6. Heydər Əliyev yuxudan oyanır və ilk işi pəncərəyə getməkdir. Bakı oyanır, günəş doğur, yeni gün başlayır. Amma bu adi gün deyil, bu tarix günüdür. Bu gün Azərbaycanın taleyi həll olunacaq. Bu gün əsrin müqaviləsi imzalanacaq. Bu gün Heydər Əliyevin bütün həyatı bir nöqtəyə gələcək. O özünü güzgüdə görür. Yorğun, arıq, qoca adam. Amma bu adamın gözlərində hələ də od var. İradə odu, qətiyyət odu, inam odu. O özünə deyir, bu gündür. Bu mənim günümdür. Bu Azərbaycanın günüdür. O geyinir. Adi kostyum, adi qalstuk, adi ayaqqabı. Heç bir dəbdəbə, heç bir təmtəraq, heç bir göstəriş. Sadəcə bir adam ki işinə gedir. Sadəcə bir lider ki öz vəzifəsini yerinə yetirir. Sadəcə bir vətəndaş ki öz ölkəsinə xidmət edir. O aşağı enir və səhər yeməyi süfrəsində ailəsi ilə oturur. Heç kim danışmır. Hamı bilir ki, bu xüsusi gündür. Heydər Əliyevin həyat yoldaşı ona baxır və deyir, mən səninlə fəxr edirəm. Bu sadə cümlə Heydər Əliyevi təsirləndirməyə kifayət edir. O ona təşəkkür edir və ayağa qalxır. Vaxt gəlib. Saat 8-də o, prezident sarayına getməlidir. Saat 12-də müqavilə imzalanacaq. 4 saat. 4 saat ki, Azərbaycanın taleyini həll edəcək. 4 saat ki, Heydər Əliyevin həyatını sınaqdan keçirəcək. 4 saat ki, tarix yazılacaq. O maşına minir və sürücüyə deyir, gedək. Maşın hərəkət edir və Heydər Əliyev pəncərədən Bakıya baxır. Küçələrdə insanlar var. Hamı öz işinə gedir. Heç kim bilmir ki, bugün nə olacaq. Amma Heydər Əliyev bilir. Və o, hazırdır. Hazırdır hər şeyə, sui-qəsdə, xəyanətə, ölümə. Çünki o bilir ki, bugün onun şəxsi günü deyil, bugün Azərbaycanın günüdür. Və Azərbaycan üçün o, hər şeyə hazırdır. Səhər saat 8:30. Heydər Əliyev prezident sarayına daxil olur və dərhal təhlükəsizlik rəisi onu qarşılayır. Rəis ona pıçıldayır. Həkim artıq buradır. O sizin kabinetinizdə gözləyir. Biz onu tam nəzarət altında saxlayırıq. Heydər Əliyev başını tərpədi və kabinetinə gedir. Həkim ayağa qalxır və təbəssüm edir. Sabahınız xeyir, cənab prezident. Mən sizə son müayinə üçün gəlmişəm. Heydər Əliyev ona baxır və deyir, xahiş edirəm. Həkim öz çantasını açır və tibbi alətlərini çıxarır. Tanometr, stetoskop, termometr. O, Heydər Əliyevin təzyiqini ölçür, ürək döyüntüsünü yoxlayır, temperaturu ölçür. Hər şey normal görünür. Sonra həkim çantasından kiçik şüşə çıxarır və deyir, bu sizin son dərmanınızdır. Bu dərman sizi günorta saat 2-yə qədər ayarda saxlayacaq. Heydər Əliyev şüşəyə baxır. Şəffaf maye, heç bir rəng, heç bir qoxu. Amma o bilir ki, bu şüşədə ölüm var. Yavaş, hiss edilməz, əmin ölüm. Həkim şüşəni Heydər Əliyevə uzadır və deyir, xahiş edirəm, indi qəbul edin. Heydər Əliyev şüşəni götürür və həkimə baxır. Həkimin gözlərində heç nə yoxdur. Nə təəssüf, nə peşmançılıq, nə qorxu. Sadəcə soyuq, peşəkar baxış. Heydər Əliyev şüşəni dodaqlarına yaxınlaşdırır və məhz o anda qapı açılır. Təhlükəsizlik rəisi içəri girir və deyir, cənab prezident,
Xahiş edirəm, o dərmanı qəbul etməyin. Həkim dönür və şoka düşür. Təhlükəsizlik rəisi ona yaxınlaşır və deyir, siz həbs olunursuz. Dövlət xəyanət ittihamı ilə. Həkim cəhd edir qaçmağa, amma mühafizəçilər onu saxlayır. O qışqırır, mən heç nə etməmişəm. Mən sadəcə öz işimi görürəm. Amma təhlükəsizlik rəisi ona sənədləri göstərir. Bank hesabları, gizli əmrlər, Moskva ilə yazışmalar. Həkim hər şeyi görəndə susar və başını aşağı salır. O məğlub olub. Heydər Əliyev ona baxır və soruşur. Niyə? Həkim cavab verir. Çünki mənə əmr verildi. Çünki mənə pul verildi. Çünki mənə təhdid edildi. Heydər Əliyev deyir, və sən qəbul etdin. Sən öz prezidentini satdın. Sən öz ölkəni satdın. Həkim heç nə demir. Çünki deməyə heç nə yoxdur. Mühafizəçilər onu aparırlar və Heydər Əliyev tək qalır. O əlindəki şüşəyə baxır. Şüşə ki, onun ölümünü daşıyırdı. Şüşə ki, Moskvanın planını həyata keçirməli idi. Şüşə ki, Azərbaycanın müstəqilliyini məhv etməli idi. O şüşəni yerə atır və şüşə parçalanır. Zəhər döşəməyə tökülür və buxarlanır. Təhlükə aradan qalxır. Heydər Əliyev ayağa qalxır və pəncərəyə gedir. Saat 9. 3 saat qalıb. 3 saat ki, müqavilə imzalanacaq. 3 saat ki, Azərbaycan müstəqil olacaq. 3 saat ki, tarix yazılacaq. Və Heydər Əliyev hazırdır. Çünki o, ən böyük təhlükəni aradan qaldırıb, ən böyük düşməni məğlub edib, ən böyük sınaqdan keçib. İndi heç nə onu dayandıra bilməz. İndi heç kim onu qorxuda bilməz. İndi heç bir qüvvə onu məğlub edə bilməz. Çünki o, qələbə çalıb. Özü üzərində, qorxusu üzərində, düşməni üzərində. Və bu qələbə onu ən güclü edir. Bəs siz düşünürsünüzmü ki, Heydər Əliyev həqiqətən bu qədər təhlükədən keçdimi? Yoxsa bu sadəcə rəvayətdir ki, onun qəhrəmanlığını göstərsin? 35 il sonra, 1994-cü ilin sentyabr hadisələrindən sağ qalan, keçmiş mühafizə zabitlərindən biri ilk dəfə kamera qarşısında danışmağa razılaşır. Onun əlləri hələ də əsir, səsi hələ də titrəyir, gözlərində hələ də qorxu var. O deyir, mən o günü heç vaxt unuda bilmərəm. Sentyabrın 26-sı, səhər saat 9:30. Biz prezident sarayının bütün otaqlarını yoxlamışdıq. Bütün adamları yoxlamışdıq, bütün yolları təmizləmişdik. Amma bir şey vardı ki, biz yoxlaya bilmədik. Heydər Əliyevin öz kabinetindəki seyf. O seyfi yalnız özü aça bilərdi. Heç kim onun şifrəsini bilmirdi. Heç kim ona toxuna bilməzdi. Və məhz o səhər, müqavilə imzalanmazdan 3 saat əvvəl Heydər Əliyev o seyfi açdı və içindən bir qovluq çıxartdı. Qovluğun üzərində heç bir yazı yox idi. Heç bir möhür yox idi, sadəcə qara qovluq. O qovluğu açdı və içindən 3 məktub çıxartdı. 3 məktub ki, 3 fərqli adamdan gəlmişdi. 3 məktub ki, 3 fərqli dildə yazılmışdı. 3 məktub ki, hamısında eyni mesaj var idi. Keçmiş zabit dayanır, dərin nəfəs alır və davam edir. Birinci məktub rus dilində idi və Moskvanın yüksək rütbəli kəşfiyyat zabitindən gəlmişdi. Məktubda yazılırdı. Heydər müəllim, siz çox uzara getdiniz. Biz sizi xəbərdar etdik. Biz sizə imkan verdik. Biz sizə vaxt verdik. Amma siz qulaq asmadınız. İndi çox geç. Sentyabrın 26-sı sizin son gününüz olacaq. Biz sizə hörmət edirik. Ona görə də sizə seçim veririk. Ya müqaviləni imzalamayın və sağ qalın, ya da imzalayın və ölün. Qərar sizindir. İkinci məktub fars dilində idi və Tehran kəşfiyyatından gəlmişdi. Məktubda yazılırdı. Cənab Əliyev, siz regional tarazlığı pozmaq istəyirsiniz. Biz buna icazə verə bilmərik. Əgər siz bu müqaviləni imzalasanız, Azərbaycan böyük qiyməti ödəyəcək. Biz sizi şəxsən hədəf almaq istəmirik. Amma əgər məcbur olsaq, edəcəyik. Son dəfə düşünün. Üçüncü məktub isə ingilis dilində idi və adı açıqlanmayan Qərb agentliyindən gəlmişdi. Məktubda yazılırdı. Mister Aliyev, biz sizi dəstəkləyirik. Amma biz sizi qoruya bilmərik. Əgər Moskva və ya Tehran sizi hədəf alarsa, biz müdaxilə edə bilməyəcəyik. Siz təksiz. Amma əgər siz bu müqaviləni imzalasanız, tarix sizi xatırlayacaq. Seçim sizindir.
Keçmiş zabit susar və sonra deyir, Heydər Əliyev bu 3 məktubu oxudu, sonra onları yandırdı. Külü havaya sovurdu və mənə dedi, onlar məni qorxutmaq istəyirlər, amma mən artıq qorxmuram. Çünki mən ən pis şeyi gördüm, xəyanəti, yalançılığı, ölümü və mən hələ də buradayam və mən bu müqaviləni imzalayacağam. Zabit əllərini üzünə aparır və deyir, o anda mən başa düşdüm ki, Heydər Əliyev adi adam deyil. O elə bir adamdır ki, ölüm təhdidi onu daha da gücləndirir. Elə bir adamdır ki, qorxu onu daha da qətiyyətli edir. Elə bir adamdır ki, təklik onu daha da azad edir. Və məhz o anda mən bildim ki, bu müqavilə imzalanacaq. İstər Moskva istəsin, istər Tehran istəsin, istərsə bütün dünya əleyhinə olsun. Çünki Heydər Əliyev qərar vermişdi və onun qərarını heç nə dəyişə bilməzdi. Bəs siz düşünürsünüzmü ki, bu 3 məktub həqiqətən var idimi? Yoxsa bu, Heydər Əliyevin öz qorxusunu yenmək üçün yaratdığı psixoloji oyun idimi? Və əgər məktublar həqiqi idisə, kim onları göndərdi və niyə Heydər Əliyev onları yandırdı? Səhər saat 10. Prezident sarayının böyük salında son hazırlıqlar gedir. Xarici neft şirkətlərinin rəhbərləri artıq gəlib, hamı öz yerlərində oturub, hamı gözləyir. Zal tamamilə sakitdir. Heç kim danışmır. Hamı gərgindir. Çünki hamı bilir ki, bu adi müqavilə deyil. Bu, tarix müqaviləsidir. Zalın arxasında, xüsusi otaqda Heydər Əliyev son dəfə müqavilənin mətnini oxuyur. Onun yanında yalnız 2 nəfər var. Xarici İşlər Naziri və hüquq məsləhətçisi. Nazir soruşur, Cənab Prezident, siz əminsinizmi? Hələ geri çəkilmək mümkündür. Biz deyə bilərik ki, texniki problem var. Biz bir neçə gün təxirə sala bilərik. Heydər Əliyev ona baxır və deyir, təxirə salmaq geri çəkilmək deməkdir. Geri çəkilmək məğlubiyyət deməkdir. Məğlubiyyət isə Azərbaycanın sonu deməkdir. Mən buna icazə verməyəcəm. Nazir başa düşür və daha heç nə demir. Hüquq məsləhətçisi isə soruşur, Cənab Prezident, əgər imzalama zamanı nəsə baş verərsə, əgər sui-qəsd cəhdi olarsa, biz nə etməliyik? Heydər Əliyev ona baxır və cavab verir. Əgər mən öldürülərsəm, siz müqaviləni imzalamalısınız. Əgər mən yaralansam, siz müqaviləni imzalamalısınız. Əgər mən huşumu itirsəm, siz müqaviləni imzalamalısınız. Heç nə bu müqaviləni dayandırmamalıdır. Heç nə. Bu sözlər otaqdakı hər kəsi şoka salır. Amma hamı başa düşür ki, Heydər Əliyev ciddidir. O, öz həyatını bu müqavilədən daha az əhəmiyyətli hesab edir və əgər lazım gələrsə, o, öz həyatını qurban verəcək. Saat 10:30. Heydər Əliyev ayağa qalxır və deyir, vaxt gəlib, gedək. O, otaqdan çıxır və böyük sala doğru gedir. Dəhlizdə onlarca mühafizəçi dayanıb, hər biri silahla, hər biri ayıq, hər biri hazır. Amma Heydər Əliyev bilir ki, əgər düşmən həqiqətən hücum etmək istəsə, bu mühafizəçilər kifayət etməyəcək. Çünki düşmən çox güclüdür. Düşmən çox təcrübəlidir. Düşmən çox qətiyyətlidir. Amma Heydər Əliyev həm də bilir ki, o daha güclüdür, daha təcrübəlidir, daha qətiyyətlidir. Çünki o, öz ölkəsi üçün döyüşür və öz ölkəsi üçün döyüşən adam heç vaxt məğlub olmur. Saat 10:45. Heydər Əliyev böyük sala daxil olur və hamı ayağa qalxır. O, yavaş-yavaş prezidium masasına doğru gedir. Hər addımı ağırdır, hər addımı əzablıdır, hər addımı qəhrəmanlıqdır. Çünki o bilir ki, bu addımlar onu ya qələbəyə aparır, ya da ölümə. Amma o dayanmır. O geri çəkilmir, o irəli gedir. O, prezidium masasına çatır və oturur. Qarşısında əsrin müqaviləsinin son variantı uzanıb. 100 səhifəlik sənəd. Hər bir maddəsi aylarca müzakirə edilib. Hər bir söz dəfələrlə yoxlanılıb. Bu sənəd Azərbaycanın gələcəyidir. Bu sənəd Azərbaycanın müstəqilliyidir. Bu sənəd Azərbaycanın taleyidir. Heydər Əliyev mikrofona eğilir və danışmağa başlayır. Hörmətli qonaqlar, hörmətli həmvətənlər, bugün biz tarix yazırıq. Bugün biz Azərbaycanın yeni dövrünü başlayırıq. Bugün biz dünyaya göstəririk ki, Azərbaycan müstəqil dövlətdir. Azərbaycan güclü dövlətdir. Azərbaycan gələcəyi olan dövlətdir. Onun səsi əvvəlcə zəifdir,
amma getdikcə güclənir. Onun sözləri əvvəlcə yavaşdır, amma getdikcə sürətlənir. Onun inamı əvvəlcə gizlidir, amma getdikcə aşkar olur. Və zalda oturan hamı başa düşür ki, bu adam sadəcə prezident deyil, bu adam liderdir. Bu adam qəhrəmandır. Bu adam tarix yaradandır. Heydər Əliyev çıxışını bitirir və deyir: İndi biz bu müqaviləni imzalayacağıq. Bu müqavilə Azərbaycanın ən böyük müqaviləsidir və mən fəxr edirəm ki, bu müqaviləni imzalayan prezident mənəm. O qələmi götürür və müqavilənin birinci səhifəsinə əyilir. Məhz o anda zalda qəribə səs eşidilir. Kimsə ayağa qalxır və qışqırır: Dayandırın! Bu müqavilə xəyanətdir! Bu müqavilə Azərbaycanı satmaqdır! Hamı dönüb baxır və görür ki, qışqıran adam zalın arxasında dayanıb. Mühafizəçilər dərhal ona tərəf qaçırlar. Amma Heydər Əliyev əl qaldırıb onları dayandırır. O deyir: Buraxın onu danışsın. Buraxın o öz fikrini desin. Qışqıran adam irəli gəlir və deyir: Siz bu müqaviləni imzalayanda, siz Azərbaycanı xarici şirkətlərə satırsınız. Siz Azərbaycanın sərvətini oğurlayırsınız. Siz xalqı aldadırsınız. Heydər Əliyev ona sakit baxır və soruşur: Siz kimsiniz? Adam cavab verir: Mən Azərbaycan vətəndaşıyam. Mən öz ölkəmi sevən adamam və mən bu müqaviləyə qarşıyam. Heydər Əliyev deyir: Siz öz ölkənizi sevirsiniz, yaxşı, mən də öz ölkəmi sevirəm. Amma fərq budur. Siz öz ölkənizi sözlə sevirsiniz, mən isə öz ölkəmi əməllə sevirəm. Siz bu müqaviləyə qarşısınız, çünki siz bilmirsiniz ki, bu müqavilə nə deməkdir. Amma mən bilirəm. Mən bilirəm ki, bu müqavilə Azərbaycana iş yerləri gətirəcək. Bu müqavilə Azərbaycana texnologiya gətirəcək. Bu müqavilə Azərbaycana müstəqillik gətirəcək. Və məhz buna görə mən bu müqaviləni imzalayıram. O qələmi yenidən götürür və imzalayır. Birinci imza. Sonra xarici şirkətlərin rəhbərləri də imzalayırlar. İkinci imza. Üçüncü imza. Dördüncü imza. Hər bir imza Azərbaycanın gələcəyinə bir addımdır. Hər bir imza Azərbaycanın müstəqilliyinə bir addımdır. Hər bir imza Azərbaycanın qələbəsinə bir addımdır. Və nəhayət son imza qoyulur. Müqavilə imzalanıb, tarix yazılıb. Azərbaycan müstəqil olub. Saat 12. Müqavilə imzalanıb və zalda alqışlar səslənir. Xarici qonaqlar Heydər Əliyevi təbrik edirlər. Jurnalistlər foto çəkirlər. Kameralar çəkilir. Hər şey qaydasındadır. Hər şey planlaşdırıldığı kimi gedir. Hər şey mükəmməldir. Amma Heydər Əliyev bilir ki, bu yalnız başlanğıcdır. Çünki müqaviləni imzalamaq asan hissəsidir. Çətin hissə isə müqaviləni həyata keçirməkdir. Çətin hissə Moskvanın və Tehranın reaksiyasını idarə etməkdir. Çətin hissə daxili müxalifəti sakitləşdirməkdir. Çətin hissə xalqı inandırmaqdır. Və məhz bu çətinliklər Heydər Əliyevi gözləyir. Amma o hazırdır. Çünki o ən böyük addımı atıb, ən böyük riski götürüb, ən böyük qələbəni qazanıb. İndi heç nə onu dayandıra bilməz. Rəsmi mərasim bitir və Heydər Əliyev öz kabinetinə qayıdır. O kreslosuna oturur və dərin nəfəs alır. İlk dəfə son bir ayda o rahat nəfəs alır. İlk dəfə son bir ayda o sakitdir. İlk dəfə son bir ayda o xoşbəxtdir. Çünki o öz missiyasını yerinə yetirib. O öz vəzifəsini bitirilib. O öz ölkəsini xilas edib. Amma məhz o anda qapı açılır və təhlükəsizlik rəisi içəri girir. Onun üzü ciddidir. Onun səsi gərgindir. Onun baxışı narahatdır. O deyir: Cənab prezident, biz bir problem aşkar etdik. Heydər Əliyev ona baxır və soruşur: Nə problem? Təhlükəsizlik rəisi cavab verir: Biz həkim məsələsini araşdırdıq. Biz onun bütün əlaqələrini yoxladıq. Bütün bank hesablarını araşdırdıq. Bütün yazışmalarını oxuduq. Və biz bir şey tapdıq ki, çox qorxuncdur. O Heydər Əliyevə bir qovluq verir. Heydər Əliyev qovluğu açır və içindəki sənədləri oxuyur. Və oxuduqca onun üzü getdikcə daha da solğunlaşır. Onun əlləri getdikcə daha da titrəyir. Onun nəfəsi getdikcə daha da çətinləşir. Çünki o, oxuduğu şey onun ən pis qorxusunu təsdiqləyir. Həkim təkcə deyildi. Həkim bir qrupun üzvü idi. Qrup ki, Heydər Əliyevi məhv etmək üçün yaradılmışdı. Qrup ki, əsrin müqaviləsini pozmaq üçün planlaşdırılmışdı. Qrup ki,
Azərbaycanı yenidən xaosa salmaq üçün hazırlanmışdı və bu qrupun başçısı hələ də azaddır, hələ də fəaliyyətdədir, hələ də təhlükəlidir. Heydər Əliyev təhlükəsizlik rəisinə baxır və soruşur. Başçı kimdir? Təhlükəsizlik rəisi cavab verir. Biz hələ dəqiq bilmirik, amma biz bilirik ki, o çox yüksək vəzifədədir, çox böyük nüfuza malikdir, çox yaxşı qorunur. Heydər Əliyev deyir, tapın onu. İstər kim olsun, istər harda olsun, tapın və gətirin. Təhlükəsizlik rəisi başını tərpədir və çıxır. Heydər Əliyev tək qalır və düşünür. Neçə düşmən var ki, hələ də gizlənir? Neçə xain var ki, hələ də fəaliyyət göstərir? Neçə təhlükə var ki, hələ də gözləyir? Və ən əsası, bu mübarizə nə vaxt bitəcək? Nə vaxt Azərbaycan həqiqətən təhlükəsiz olacaq? Nə vaxt o rahat yata biləcək? Bu sualların cavabını o bilmir. Amma o bilir ki, mübarizə davam etməlidir. Mübarizə bitməməlidir. Mübarizə heç vaxt dayandırılmamalıdır. Çünki müstəqillik bir dəfə qazanılmır. Müstəqillik hər gün qazanılır. Hər saat qazanılır. Hər dəqiqə qazanılır. Və Heydər Əliyev bu mübarizəni davam etdirməyə hazırdır. Ömrünün sonuna qədər. Sentyabrın 27-si səhər. Heydər Əliyev yuxudan oyanır və ilk işi televizor açmaqdır. Xəbərlərdə əsrin müqaviləsi haqqında danışılır. Bütün dünya bu müqavilə haqqında danışır. Bütün qəzetlər bu müqavilə haqqında yazır. Bütün kanallar bu müqavilə haqqında reportaj hazırlayır. Bəzi mənbələr bu müqaviləni əsrin ən böyük iqtisadi müqaviləsi adlandırır. Bəzi mənbələr Azərbaycanın müstəqillik bəyannaməsi adlandırır. Bəzi mənbələr isə regional tarazlığın pozulması adlandırır. Amma hamısı razıdır ki, bu müqavilə tarixdir. Bu müqavilə dönüş nöqtəsidir. Bu müqavilə Azərbaycanın taleyini dəyişəcək. Heydər Əliyev televizoru söndürür və pəncərəyə gedir. Bakı oyanır. İnsanlar işə gedirlər. Həyat davam edir. Heç nə dəyişməyib. Eyni küçələr, eyni binalar, eyni insanlar. Amma Heydər Əliyev bilir ki, hər şey dəyişib. Çünki dünən Azərbaycan asılı ölkə idi. Bugün isə müstəqil ölkədir. Dünən Azərbaycan zəif ölkə idi. Bugün isə güclü ölkədir. Dünən Azərbaycan gələcəyi olmayan ölkə idi. Bugün isə gələcəyi olan ölkədir. Və bu dəyişiklik Heydər Əliyevin əməridir. Heydər Əliyevin qərarıdır. Heydər Əliyevin qurbanıdır. O öz sağlamlığını qurban verdi, öz rahatlığını qurban verdi, öz həyatını riskə atdı. Amma o, buna görə peşman deyil. Çünki o bilir ki, bu qurban dəyərli idi, bu qurban lazım idi, bu qurban Azərbaycanı xilas etdi. Və məhz bu bilmək ona sakitlik verir, məhz bu bilmək ona xoşbəxtlik verir, məhz bu bilmək ona qüvvə verir. O pəncərədən dönür və masasına gedir. Qarşısında yeni sənədlər uzanıb, yeni planlar, yeni layihələr, yeni problemlər. Çünki müqavilə imzalanıb, amma iş yeni başlayır. İndi müqaviləni həyata keçirmək lazımdır. İqtisadiyyatı inkişaf etdirmək lazımdır. Ölkəni qurmaq lazımdır. Və bu iş Heydər Əliyevi gözləyir. Uzun, çətin, yorucu iş. Amma o hazırdır. Çünki o bilir ki, bu iş onun həyat işidir. Bu iş onun missiyasıdır. Bu iş onun taleyidir. Və o, bu işi bitirməyə qədər dayanmayacaq. İllər keçir. Əsrin müqaviləsi öz bəhrəsini verir. Azərbaycana milyardlarla dollar gəlir. Minlərlə iş yeri yaranır. İqtisadiyyat inkişaf edir. Ölkə dəyişir. Yeni binalar tikilir. Yeni yollar çəkilir. Yeni məktəblər açılır. İnsanların həyatı yaxşılaşır. Maaşlar artır. Pensiyalar artır. Həyat səviyyəsi yüksəlir. Və hamı bilir ki, bu dəyişiklik Heydər Əliyevin sayəsindədir. Bu inkişaf Heydər Əliyevin əməridir. Bu rifah Heydər Əliyevin hədiyyəsidir. Amma Heydər Əliyevin özü dəyişir. O qocalır, zəifləyir, xəstələnir. 1994-cü ilin sentyabrında atdığı addımlar onun sağlamlığına çox ağır təsir göstərib. O stres, o gərginlik, o qorxu, o paranoya, hamısı onun bədənini məhv edib, onun sağlamlığını pozub, onun həyatını qısaldıb. Amma o, şikayət etmir. Çünki o bilir ki, bu qiyməti ödəməyə dəyərdi, bu qurbanı verməyə dəyərdi, bu riski götürməyə dəyərdi. 2003-cü ilin dekabrında Heydər Əliyevin səhhəti pisləşir. Həkimlər ona deyirlər ki, o istirahət etməlidir, müalicə olunmalıdır, hakimiyyəti buraxmalıdır. Amma o imtina edir. O deyir ki, onun işi hələ bitməyib, onun missiyası hələ tamamlanmayıb, onun yolu hələ qurtarmayıb.
amma bədən dözə bilmir. 2003-cü ilin dekabrının 12 tarixində Heydər Əliyevin yolu başa çatır. O bu dünyadan köçür. Sakit, rahat, xoşbəxt. Çünki o bilir ki, öz missiyasını yerinə yetirib, öz vəzifəsini bitirilib, öz ölkəsini xilas edib. Onun dəfni Azərbaycan tarixinin ən böyük dəfnidir. Milyonlarla insan küçələrə çıxır. Hamı ağlayır, hamı kədərlənir, hamı Heydər Əliyevi xatırlayır. Çünki hamı bilir ki, Heydər Əliyev sadəcə prezident deyildi, o lider idi, o qəhrəman idi, o Azərbaycanın xilaskarı idi və onun xatirəsi əbədi yaşayacaq. Hər bir neft quyusunda, hər bir yeni binada, hər bir xoşbəxt ailədə. Çünki Heydər Əliyev Azərbaycanı dəyişdi və bu dəyişiklik heç vaxt unudulmayacaq. Amma bir sual qalır. O qrupun başçısı nə oldu? O adam ki, Heydər Əliyevi məhv etmək istəyirdi. O adam ki, əsrin müqaviləsini pozmaq istəyirdi. O adam ki, Azərbaycanı yenidən xaosa salmaq istəyirdi. Təhlükəsizlik xidməti onu heç vaxt tapa bilmədi. Bəzi mənbələr deyir ki, o ölkədən qaçdı və xaricdə gizləndi. Digər mənbələr deyir ki, o Azərbaycanda qaldı və yeni kimlik altında yaşayır. Üçüncü mənbələr isə deyir ki, o heç vaxt mövcud olmayıb və bütün bu hekayə sadəcə rəvayətdir. Amma həqiqət nədir? Həqiqət budur ki, heç kim bilmir və bəlkə də heç vaxt bilməyəcək. Çünki bəzi sirlər əbədi qalmalıdır. Bəzi suallar cavabsız qalmalıdır. Bəzi tarixlər qaranlıqda qalmalıdır. Və məhz bu qeyri-müəyyənlik Heydər Əliyevin hekayəsini daha da maraqlı edir, daha da sirli edir, daha da əfsanəvi edir. Çünki əsr qəhrəmanlar heç vaxt tam aydın olmurlar. Onlar həmişə biraz sirli qalırlar, həmişə biraz qaranlıq qalırlar, həmişə biraz əfsanəvi qalırlar. Və Heydər Əliyev məhz belə qəhrəmandır. Sirli, qaranlıq, əfsanəvi. Və onun hekayəsi əbədi yaşayacaq. Nəsildən nəslə, ildən ilə, əsrdən əsrə. Çünki bu hekayə sadəcə bir adamın hekayəsi deyil. Bu bir xalqın hekayəsidir, bir ölkənin hekayəsidir, bir müstəqilliyin hekayəsidir. Bugün, 25 il sonra, əsrin müqaviləsi hələ də öz bəhrəsini verir. Azərbaycan artıq regional liderdir, iqtisadi gücdür, beynəlxalq arenada mühüm oyunçudur. Və bütün bunlar 1994-cü ilin sentyabrında atılan o cəsarətli addımın nəticəsidir. Heydər Əliyev öz həyatını riskə atdı, öz sağlamlığını qurban verdi, öz rahatlığını itirdi. Amma o, Azərbaycanı xilas etdi. Və bu xilas etmə onun ən böyük qələbəsidir, onun ən böyük irsdir, onun ən böyük hədiyyəsidir. Gənc nəsil Heydər Əliyevi şəxsən tanımır, amma onun əməllərini görür. Hər bir yeni bina, hər bir yeni yol, hər bir yeni məktəb Heydər Əliyevin irsinin bir hissəsidir və bu irs əbədi yaşayacaq. Nə qədər Azərbaycan mövcud olsa, nə qədər Azərbaycan müstəqil olsa, nə qədər Azərbaycan inkişaf etsə. Çünki Heydər Əliyev Azərbaycanın təməlini qoydu. Möhkəm, etibarlı, əbədi təməl. Və bu təməl üzərində Azərbaycan hər gün daha da güclənir, hər gün daha da inkişaf edir, hər gün daha da parlayır. Hörmətli tamaşaçılar, əgər siz bu faciəvi hekayəni sona qədər izlədinizsə, şərhlərə hansı şəhərdən olduğunuzu yazın. Bizim üçün vacibdir ki, Heydər Əliyevin harda hələ də xatırlandığını bilək. Və kanalımıza abunə olun ki, tarixin həqiqətləri haqqında yeni videolarımızı qaçırmayasınız.